Dəyərli izləyicilərimiz, mən deyim, siz də qulaq asın, axırda görün mən haqq verəcəksiniz ya yox. Deməli, soyuducu, televizor, bir də orada miz stul var. Onları çıxmaq şərti ilə bütün əşyalarla birlikdə. Və bura giriş qapısıdır. Söhbət Masazır qəsəbəsindən gedir. Masazırda 569 nömrəli marşrutdan 100-150 metr məsafədə. Qəşəng yerdədir. Və girdik solda mətbəx, üzr istəyirəm, qonaq otağı, dəyərli izləyicilərimiz. Qonaq otağı pərdələri var, kombi var, radiatorlar var, pəncərəsi baxır öz həyətinə. 1,5 sot torpaq sahəsindədir. Həyətinə avtomobil daxil olur. Qoşadaşdır, zakaza tikilmiş evdir, hörmətli izləyicilərimiz. Kəməri, fundamenti, bir dənə otaqların qapıları yoxdur. Və bu evimizin mətbəxidir, dəyərli izləyicilərimiz. Soyuducu götürüləcək dediyim kimi, sənəd torpağın çıxarışıdır. Alqı-satqı tam notarial qaydada aparılacaq. Sənədimiz torpağın kupçasıdır. Gördüyünüz kimi təmir ideal vəziyyətdədir. Əşyalar falan hamısı ev sahibi deyir ki, bazalıdır, kravatımız falan bahalıdır dəyərli izləyicilər. Təmir də bahalıdır, super təmirlidir. Deməli 1,5 sot torpaq sahəsindədir. İnterneti, qazı, suyu, işığı, kanalizasiyası mərkəzi kanalizasiya sistemidir. Tikilişi bir daha qeyd edeyim. Güclü tikilibdir. Oradan da qoşadaş, kəmər, fundament hamısı var bu evdə. Burada kombi otağı. 1,5 sot torpaq sahəsi. 2 dənə maşın rahat şəkildə daxil olur. Və bu evimiz. Üstü paket krişadır, super evdir. İndi sizə zirzəmisini də göstərəcəm. Baxın dəyərli izləyicilər. Dərin zirzəmisi var. Çox səliqəli, quru ərazidir. Hətta beton rigellər dağıtılıb. Hamamın altı betonlanıb, işıq sistemi falan fundament qaydasındadır. O belə bir evimiz 73.000 manata təklif olunur. İndi siz deyin görün, bu evə pul verməyə dəyər ya yox? Məncə dəyər, dəyərli izləyicilər. Çox qəşəng evdir, əla evdir. Zəng eləyin, gəlin evi göstərək, sağ olun.